Gəlin buraxılış imtahanına ən çox düşən 3 sual tipinin izahına baxaq. İlk sual funksiya mövzusuna aiddir. Sualda deyir ki, fx funksiyası xətti funksiyadır və ordinat oxunu bu nöqtədə kəsir. Ümumiyyətlə bilmək lazımdır ki, nəyi kəsirsə, digər koordinat 0 olur. Yəni bu ordinatı kəsirsə, ordinat y deməkdir. Deməli x 0 olacaq. Onda gətirək burada bu koordinat üstündə x-in yerinə 0 qoyaq. O zaman AB üstü 4 bərabərdir 0, AB də bərabər olar -4-ə. Yaxşı, x 0 olanda y də bu qiyməti alıb da a üstü 5-i. Onda gətirək x-ə 0 verib, y də a üstü 5-ə bərabər edək. 3 vuraq 0, üstü 4-a çıxaq 7, bərabərdir a üstü 5-ə. Bunu həll etsək, 4a minus 7 bərabərdir a plus 5-ə. A-nı keçsək bu tərəfə 4a çıxağa, -7-ni keçsək bu tərəfə işarə səkisini dəyişər üstü gələk olar. 3a bərabərdir 12-yə, a dolar 4. A-nı tapdıq, indi gətirib yerinə qoyaq b-ni tapaq. 4 vuraq b bərabərdir -4-ə. Buradan da b-ni tapsaq -4 bölərik 4-ə, b dolar -1. Mənə nə istəyirdi? A üstə gəl b-ni. -1 ilə 4-ü toplayaram, cavabım olar 3. Və salam. İkinci sualda deyir ki, A parametrinin hansı qiymətində tənliyinin həlli yoxdur. Baxıram ki, mənim tənliyimin x-i dərəcəsi 1-dir. Onda belə çıxır ki, bu xətti tənlikdir. Xətti tənlik ax bərabərdir b şəklində olan tənliyə deyirik. Və onun o vaxt həlli olmur ki, orada a 0-a bərabər olsun, x-in əmsalı. B də 0-dan fərqli olsun. Səbəb nədir? Buradan x-i tapanda b bölək a olur axı. A-nı sən 0 desən, məxrəc 0 olur və mənasını itirir deyə onun həlli olmur. B-ni də 0-dan fərqli deyirsən ki, 0 bölək 0 olsa sonsuzluq olur, qeyri-müəyyənlik. Ona görə b fərqlidir 0, a da bərabərdir 0. O zaman burada getdik a kvadratı çıxaq 9-u bərabər edirik 0-a. A olur plus minus 3. Eyni şəkildə a kvadratı çıxaq 5a çıxaq 24-də fərqlidir 0 deyirik. Ümumiyyətlə bunun köklərini tapsam, -3 ilə müsbət 8 olar. Düzdür? Cəmi müsbət 5 hasilidir -24 eləsin. Mən lazım idi ki, bunu da öləsin, bunu da. Yəni hər ikisinin ortaq olsun. Hər ikisində olan kök neçədir? -3 təbii ki. Deməli a parametri -3 olduqda tənliyin həlli olmaz. Gəldik 3-cü suala. Burada deyir ki, 70 qram 20% duz məhlulundan neçə qram su buxarlandırmaq lazımdır ki, 25%li məhlul alınsın. Ümumiyyətlə, məhlul məsələləri üçün ən asan, ən gözəl yol qablar metodundan istifadə etməkdir. Bu şəkildə qablar çəkirik. Qabın içində faizliyini yazırıq, aşağıda isə məhlulun miqdarını yazırıq. 20%lidir deyə içinə 20% yazıram. Və miqdarı 70 qram idi, aşağısına 70 qram yazdım. Burada su buxarlandırır da, yəni dolayısıyla azalır. Ona görə mən çıxmalıyam. Amma üstünə nəsə əlavə etsə toplama qoyardım. Neçə qram su buxarlandırır? Buxarlandırdığım suyun miqdarını bilmədiyim üçün x deyirəm. Və suyun tərkibində duz olmadığı üçün 0% olaraq yazıram bunun içində duzluluğu. Bərabərdir. Alınan qabda, baxın 70-dən x çıxıramsa, burada məhlulum olur 70 minus x. Faizimi də özü verib ki, 25% məhlul olsun. Ondan sonra qablar metodundan bunu belə həll edirik ki, bunu buna vurmalıyıq. Hər birini özünə uyğun gələnə. Bərabər etməliyik. Yəni 70-i 20-yə vurursunuz 1400. 0-ı nəyə x-ə vurursan, 0 nəyə vursan 0 bərabərdir. 25-i də bu ifadəyə vursan. 25-i 70-ə vuranda deməli eləyəcək. 1400, üstünə də 350, 1750, çıxaq 25x. Buradan da 25x-i keçirsəm tərəfə, 25x bərabərdir 1750, çıxaq 1400. 1400-də gətirdim tərəfə, işarə səkisinə dəyişdi. 25x bərabərdir 350-yə. Buradan x-i tapmaq üçün 350-ni bölürəm 25-ə. Buradan da x bərabər olur ki, 350-ni 25-ə bölsək 14. Yəni nə qədər su buxarlandırmaq lazımıymış? 14 qram su buxarlandırmaq lazımıymış. Bu tip videoların davam gəlməsi üçün kanalımı izlə və videonu isə qaydet. İzlədiyiniz üçün təşəkkürlər.